hər vaxtınız xeyir olsun. Bugün izah edəcəyim mövzu vasitəli və vasitəsiz nitq, həmçinin durğu işarələri mövzuları olacaq. Mövzu ilə bağlı vacib qeydləri götürə bilərsiniz. Vasitəli və vasitəsiz nitq durğu işarələri mövzusu ilə birbaşa bağlıdır. Ona görə bağlıdır ki, durğu işarələrindən istifadə olunur vasitəsiz nitqdə. Bütün durğu işarələri vasitəsiz nitqə xidmət eləmir. Amma içində bəziləri var ki, onlar sırf vasitəsiz nitqin yaranmasına xidmət edən durğu işarələridir. Suallarda da bu cür qarşımıza çıxa bilir. Bəzən deyir ki, məsələn, aşağıdakı durğu işarələrindən hansı vasitəsiz nitqə bağlıdır? Yəni, sırf onunla bağlı qoyulub. Misal üçün biz tanıyırıq ki, durğu işarələrindən qoşa nöqtə, dırnaq, vergül, tiri. Deyirik ki, bunlar vasitəsiz nitqlə bağlıdır. Amma bu demək deyil ki, bunlar hər zaman harda varsa vasitəsiz nitq yaradır. Sadəcə vasitəsiz nitqi yaradan durğu işarələridir bunlar. Eyni zamanda bunlar başqa məqsədlərə də xidmət eləyə bilir. Əvvəlcə baxaq görək vasitəli və vasitəsiz nitq nədir? Başqasının dediklərini olduğu kimi yox, dəyişdirilmiş şəkildə veririksə, buna vasitəli nitq deyilir. Amma heç bir dəyişiklik etmədən başqasının ifadəsini olduğu kimi çatdırırıqsa, buna vasitəsiz, heç bir vasitə olmadan vasitəsiz nitq deyilir. Demək, vasitəsiz nitqi vasitəli nitqə çevirəndə cümlədə hansı dəyişikliklər baş verir? İlk növbədə ona baxaq. Vasitəli nitq budaq cümlə şəklində formalaşır. Budaq cümlə şəklində formalaşır niyə deyirik? Çünki biz orada dedidən sonra ki artırırıq, baş cümlə olur, ikinci tərəf budaq cümləyə çevrilir. Bundan başqa nələr dəyişə bilir? Şəxs əvəzlikləri dəyişə bilir. Misal üçün, vasitəsiz nitqdə danışan şəxs, hansı şəxsin ifadəsini veririk, o özünə mən deyə müraciət edirsə, biz onun adından danışanda, vasitəliyə çevirəndə məni o əvəzliyinə çeviririk, bizi onlar əvəzliyinə çeviririk. Belə dəyişikliklər baş verir. Bundan sonra nə olur? Demək, dırnaqlar atılır dedik, qoşa nöqtə, tiri və bunlar atılır, vergül də varsa o da atılır. Bir mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə halına düşür. Cümlədə əgər xitab varsa, o müəllif sözlərinin içərisində verilir adətən. Yəni, o xitab şəklində qalmır. Misal üçün cümləyə baxın. Ramin dedi, qardaş, mən müəlliməm, avtomobil təmirini bacarmaram. Bu vasitəsiz nitqdir. Ramin dedi ki, o müəllimdir, avtomobil təmirini bacarmaz. Fikir versinizmi? Burada qardaş xitabı yoxa çıxdı. Və mən müəlliməm, yazdıq, o müəllimdir. Axırında şəxs sonluğu ən vardı, birinci şəxsin. Çevrildi oldu, deyir, üçüncü şəxsin şəxs sonluğu. Bacarmaram, birinci şəxs idi, yenə də bacarmaz oldu. Bunlardan başqa yenə dəyişikliklər baş verə bilər. Nə də baş verə bilər? Modal sözlər, məsələn, deyirik ki, cümlədə məncə, fikrimcə, zənnimcə kimi modal sözlər var. Düzdür, modal sözlər tərkibə görə bölünmür, təhlil olunmur. Amma ona baxmayaraq içində o şəxsə mənsubluğu hiss eləyə bilirik də, məncə əvəzliyi hiss olunur ki, birinci şəxsdə istifadə olunan bənzətmə, fikir mənbəyini bildirən modal sözdür. Onu, məsələn, necə dəyişəcəyik? Mənim fikrimcə deyirsə, məncə deyirsə, onun fikrincə eləyəcəyik onu. Və yaxud da zənnimcə deyirsə, onun zənnincə eləyəcəyik. Modal sözlərdə də dəyişikliklər baş tutacaqdır. Bundan başqa, vasitəsiz nitqə gəlin, baxaq görək nədir vasitəsiz nitq. İki hissəli olur vasitəsiz nitq, müəllif sözlərindən, bir də vasitəsiz nitqdən təşkil olunur. Bu demək deyil ki, yalnız bir dənə vasitəsiz nitq, bir də müəllif sözü ola bilər. Xeyr, bunlar bir neçə dəfə ola bilər. Bir cümlənin içərisində bir və ya bir neçə müəllif sözü, bir və ya bir neçə vasitəsiz nitq ola bilər. Baxaq görək, burada ən çox nədən istifadə olunur? Sizə variantlarda versələr ki, vasitəsiz nitqdə nitq təfəkkür feillərindən çox istifadə olunur, düzdür. Daha doğrusu burada müəllif sözləri hissəsində olur, amma vasitəsiz nitqli cümlədə olur. Məsələn, filan kəs dedi, söylədi, bildirdi, düşündü, qışqırdı, nə bilim, izah etdi. Belə ifadələr varsa, deməli, müəllif sözünün içərisində yer alacaq. Deməli, vasitəsiz nitq iki formada olur. Müəllif təhkiyəsi, bir də dialoq şəklində. Təhkiyə şəklində olan budur ki, qarşısından verilir. Qoşa nöqtə qoyulur, növbəti fikir onun qarşısından dırnaq içərisində verilir. Bu müəllif təhkiyəsi formasındadır. Amma dialoqlar şəklində olarsa əgər, onda alt-alta tirə ilə veriləcək. Dialoqlarda alt-alta tirə ilə veriləcək. Müəllif sözlərindən sonra vasitəsiz nitq gələrsə, bu bizim birinci qaydamızdır. M-V düsturundan istifadə olunacaq. M müəllif sözü, V vasitəsiz nitq.
Nümunəsini də buraya yazmışıq. O dedi, başlamaq üçün mükəmməl olmasan da, mükəmməl olmaq üçün başlamaq məcburiyyətindəsən. Deməli, müəllif sözü vasitəsiz nitq. İndi bunu tərsinə eləsək, başlamaq üçün mükəmməl olmasan da, mükəmməl olmaq üçün başlamaq məcburiyyətindəsən. Burada artıq MV olacaq, VM olacaq. Yəni birinci vasitəsiz nitqi verib, sonra o dedi eləsək, axıra aparsaq bu demək müəllif sözünü, burada artıq VM düsturundan istifadə olunacaq. Başqa bir cümlə də var burada. Məsələn, baxın, yenə də burada birinci vasitəsiz nitq verilib, sonra müəllif sözü. Belə olanda düstur bu cürdür. Dırnaq, içərisində vasitəsiz nitq, vergül, tiri. Sonra nə vaxt gələcəksən deyə atası soruşdu. Yenə burada da sual cümləsi olanda yadda saxlayın. Əgər sual cümləsidirsə, dırnağın içərisində qalır sual. Demək, bu formada veriləcək. Amma nəqli cümlə olsaydı, dırnaq bağlanıb, sonra vergül tirə qoyulacaqdı. Müəllif sözlərinin arasında vasitəsiz nitq gələrsə, hər iki tərəfdə M, ortada V yazılacaq. M və M düsturundan istifadə olunacaq. Məsələn, müəllif sinifə daxil olub, öncə yeni mövzunu keçəcəm, dedi. Demək, müəllif sözü ilə başlayır, müəllif sözü ilə bitir, ortada da vasitəsiz nitq verilir. Başqa bir yolu da nədir? Vasitəsiz nitq əvvəldə və sonda gəlsin, ortada müəllif sözü gəlsin. Burada iki vəziyyət yarana bilər. Məsələn, burada deyir ki, bu kitab sənindir dedim, qardaşın göndərib. Baxın, bu cümlə bitməyib. Bu kitab sənindir, qardaşın göndərib. Bir bütöv cümlədir, çünki burada da balaca hərflə yazılıb, fikir verirsiniz. Demək, ortaya müəllif sözü daxil olubdursa, düsturunda belə olur. V-dən sonra vergül tire, M, vergül tire V. Amma birinci cümlədə vasitəsiz nitq bitsəydi, ikinci cümlədə başqa cümlə başlasaydı, o zaman V-dən sonra nöqtə qoyulub tire qoyulacaqdı. Bu hissə aydındır, qızlar. Bəli. Deməli, vergül tire yox, cümlə bitib sonra ikinci hissədəki vasitəsiz nitq yeni cümlə olsaydı, nöqtə tire olacaqdı. Bundan başqa müəllif nitqi ilə vasitəsiz nitq növbələşən vəziyyətdə var. Bu sonuncusudur. Burada amma neçə dənə varsa fərqi yoxdur. Hamısı növbəli şəkildə verilir. M, V, M, V, M. Yox da V, M, V, M, V. Bu formalarda verilə bilər. Deməli, müəllif sözü ilə başladığı üçün müəllif sözün sonunda qoşa nöqtə, Mövlana Cəmaləddin taxta yaxınlaşıb qoşa nöqtə, dırnaqda şah sağ olsun, dedi. Dedi vasitəsiz nitq, dedi müəllif sözdür yenə. Vasitəsiz nitqdən sonra gəlib. Deməli, vergül tire qoyduq. Cümlə bitməyib, ona görə vergül tire qoyduq. Dedi, sonra vəziyyətdən çıxış yolunu bilirəm. Deməli, yenə də vasitəsiz nitqin davamı var deyə vergül tire yenə də davamını yazırıq. Belə. Demək, bayaq dediyimiz qayda buradadır. Deməli, müəllif sözlərindən əvvəl sonra işlənən vasitəsiz nitq ayrı-ayrı cümlələr olanda burada nə olur? Dedik, nöqtə tire istifadə olunur. Baxın, burada ayrı-ayrı cümlələrdir. İstəyirəm ki, aydın da gəlsin. Bir cümlədir, bitdi. Yeni ideyalar üçün isə zaur gəlməlidir. Bu başqa cümlədir, çünki böyük hərfdən başladığından bilirik. Balaca hərfdən başlasaydı, nöqtə yox, vergül olmalıydı. Bu, onun davamı kimi də verilə bilərdi də, mürəkkəb cümlə kimi. Amma böyüklə başladığı üçün yeni cümlə olduğunu bilirik. Demək, bir məsələ də var. Statlar vasitəsiz nitqə çox oxşuyur. Nədir statlar? Statlar öz fikrini əsaslandırmaq üçün, daha da yaxşı aydınlaşdırıb başqalarına sübut edə bilmək üçün bir şəxsdən, bir müəllifdən istifadə etdiyimiz fikirlərdir. Bu, adətən aid ola bilər, məsələn, elmi üslubda, publisistik üslubda. Daha çox bu üslublarda rast gələrik bunlara ki, başqasının, düz bədii üslubda da ola bilər, başqasının fikirlərini istifadə eləyərək öz fikirlərimizi qüvvətlendiririk. Amma vasitəsiz nitqə belə bir məqsəd yoxdur. Kiminsə sadəcə fikrini çatdırırıq. Burada hansısa bir fikrimizi sübuta yetirib aydınlaşdırmaq məqsədi olmur. Burada isə var bu məqsəd. Buna statlar deyilir. Statlar öz quruluşuna görə, demək, görünüşünə görə oxşuyur vasitəsiz nitqə. Durğu işarələri də oradakı kimidir. Dırnaqlardan falan istifadə olunur. Amma fərqləri nədədir? Statlar, bayaq qeyd etdiyimiz kimi, mütləq şəkildə hansısa bir mövzunun içərisində o fikirləri qüvvətləndirmək məqsədi ilə başqasına verilən istinada deyilir. Statlarda ixtisar ola bilər. Statlar ola bilər ki, bir kitabdan, bir mətndən götürülüb, onun əvvəli və ya sonu ixtisar olunub və yaxud da hər iki tərəfi ixtisar olunub, yalnız ortası saxlanılıb. Bu zaman ixtisar olunmuş yerə 3 nöqtə qoyulur. 3 nöqtə qoyulur. Misal üçün, əvvəli ixtisar olunubsa, 3 nöqtə ilə başlayır, sonuna qədər verilibsə, sonda nöqtə. Və yaxud da sonu ixtisar olunubsa, nöqtələrsiz başlayır,
sonunda 3 nöqtə qoyuruq və ya ortadan götürülübsə hər iki tərəfinə 3 nöqtə qoyacağıq. Bunlar vasitəsiz nitq, vasitəli nitq və durğu və sitatlar haqqında mövzuydu. İndi keçək durğu işarələrinə. Səsim yaxşı gəlir? Eşidə bilirsiniz məni? Bəli. Durğu işarələri nədir? Durğu işarələri şifahi nitqdəki intonasiyanı yazılı nitqdə göstərə bilmək üçün, ifadə edə bilmək üçün istifadə olunan işarələrə deyilir. Durğu işarələri punktuasiya termini ilə adlandırılır. Punktuasiya durğu işarələri deməkdir. Durğu işarələri ona görə vacibdir ki, nitqimiz mənalı səslənsin. Yazıda durğudan istifadə etməsək cümlənin sonu bilinməz, intonasiyamız bəlli olmaz. Məsələn, həmcins üzvlər, əlavələr, vasitəsiz nitq, sonra bu kimi ümumiləşdirici sözlər, bu kimi ifadələr cümlədə, xitablar və ara sözlər digər üzvlərdən fərqləndirilə bilməz. Məhz buna görə durğu işarələri xüsusilə vacibdir. Durğu işarələri iki funksiya yerinə yetirir. Ayırıcı durğu işarələri, bunlara daxildir nöqtə, vergül, nöqtəli vergül, iki nöqtə, yəni qoşa nöqtə, sual, nida və çox nöqtə, üç nöqtə dediyimiz çox nöqtə. Bunlar ayırıcı durğu işarələridir. Ayrıcı nə deməkdir? Bunlar digər üzvləri, digər sözləri ayırmaq istədiyimiz sözlərdən fərqləndirir. Misal üçün, həmcins üzvlər var. Bunlarda sadalama intonasiyasını müəyyənləşdirmək üçün vergüllərdən istifadə edirik. Və yaxud da iki cümləni bir-birindən ayırmaq üçün nöqtədən istifadə edirik və ya sualdan, nidadan. Və yaxud da aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələri bir-birindən fərqləndirmək üçün tərkib hissələrini nöqtəli vergüldən və yaxud da qoşa nöqtədən istifadə edirik. Demək, bunlar ayırıcı durğu işarələridir. Bundan başqa fərqləndirici durğu işarələri var. Bunlara 2 tire, 2 vergül, mötərizə və dırnaqlar daxildir. Fikir verdisə, dırnaqları biz bu yanda da, daha doğrusu vergülü bu yanda da demişdik. Niyə? Oradakı vergüllər ayrıcıdır, bir tərəfində qoyulur sözün. Buradakı isə fərqləndiricidir, iki tərəfində qoyulur. Misal üçün, əlavə ilə əlavənin aid olduğu üzv arasında şəxsə görə uzlaşma pozulanda iki tərəfli vergül qoyuruq. Bu fərqləndirici olur. Və yaxud da mötərizədə ara cümlələrdən, məsələn, əlavə fikirlərdən, izahlardan istifadə ediriksə, mötərizə açırıq. Və yaxud da vasitəsiz nitqdən istifadə ediriksə, dırnaq işarələri qoyuruq ki, digər nitqlərdən bu nitq fərqlənsin. Və yaxud da iki tərəfli tire qoyuruq, məsələn, vasitəsiz nitqdə. Müəllif sözlərindən əvvəl sonra. Yəni, bunlar fərqləndirici durğu işarələri sayılır. İlk növbədə istəyirəm nəyin fərqini sizə izah edeyim. Tire ilə defiz çox zaman qarışdırılan işarələr içərisindədir. Yadda saxlayın ki, defiz durğu işarəsi deyil, defiz şərti işarədir və defizdən istifadə olunur hansı hallarda? Mürəkkəb sözlərin birləşməsində, yaxın mənalı, əks mənalı, eyni sözün təkrarı və ya tərəflərdən bir ayrılıqda işlənə bilməyən mürəkkəb sözlərdə defiz qoyulur. Defiz qoyulur rəqəmlə şəkilçi arasında, defiz qoyulur sözü sətirdən sətrə keçirəndə, defiz qoyulur sonra başqa hansı hallarda sözü hecalara böləndə defiz qoyulur. Bunlar defizdir. Tire isə nədir? Tire durğu işarəsidir. Tiredən istifadə olunur əlavələrdə, həmcins üzvlərdəki ümumiləşdirici sözlərdə tire istifadə olunur. Tire vasitəsiz nitqdə, vasitəsiz nitqlə müəllif sözü növbələşəndə istifadə olunur. Tiredən istifadə olunur vasitəsiz nitqdə dialoqlarda. Bax, bu da tire işarəsidir. Belə məqamlar. Bir istisna halda var. Bunu çox vaxtı diqqətdən yayındırırlar. Təyin bildiyimiz kimi təyin etdiyi üzvün əvvəlində gəlir. Bəzən istisna hallar olur ki, təyin etdiyinin sonunda gələ bilir. Yəni, təyin etdiyi sözdən sonra gələ bilir. Onda da tire işarəsindən istifadə olunur. Gəlin baxaq, qəhrəman bir qızdır, başda kəlağay. Başda kəlağay bu qızın təyinidir, amma təyin etdiyi üzvdən sonra gəlib deyə burada tiredən istifadə olunub. Sonra başqa nə deyə bilərik? Demək, tire ilə bağlı qeydlərimizi dedik. Sonra keçək digər durğu işarələrinə. Defizin istifadəsini də dedik. Nöqtə nədir? Nöqtə nəqli və əmr cümlələrinin sonunda istifadə olunan durğu işarəsidir. Cümlənin bitdiyini bizə bildirir. Nöqtədən istifadə olunur dediyimiz məqamlarda. Başqa da var. Nöqtə bəzən durğu işarəsi olmaya da bilir. Nöqtənin durğu işarəsi olmadığı məqamlar olduğu hallar hansılardır? Misal üçün, və sair və ilaxır və belə ifadələrdə cümlə bitmir, amma sığdan sonra nöqtə qoyuruq. İl-axır, məsələn, i nöqtə, a nöqtə. Yəni, bu hallarda da nöqtədən istifadə edirik və yaxud da eramızdan əvvəl e nöqtə, ə nöqtə yazırıq. Bunlar durğu işarəsi deyil.
sözünün qısaltmalarında istifadə oluna bilir və texniki səciyyə daşıyır. Belə, bundan başqa qoşa nöqtə nədir? Qoşa nöqtə ümumiləşdirici sözlərdə və yaxud da mürəkkəb cümlələrdə, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə bu kimi məqamlarda istifadə olunan durğu işarəsidir. Ümumiyyətlə nəyi bildirir? Sadalanan sözləri və ya cümlələri ifadə eləyir qoşa nöqtə. Aydınlaşdırma məzmunu daşıyır, öz məzmununda var bu. Necə ki, aydınlaşdırma bağlayıcıları bilirik ki, fikri aydınlaşdırmağa xidmət eləyir. Qoşa nöqtədə aydınlaşdırma funksiyası daşıyır. Yəni, həmcins üzvlərdən qabaq ümumiləşdirici sözdən istifadə eləyiriksə, qoşa nöqtəni qoyanda, məsələn, hər yer ümumi anlayışdır, sadalamaya ehtiyac var. Qoşa nöqtə qoyduq, dağ, dərə, meşə. Başladıq sadalamağa. Bu olur, deməli, ümumiləşdirici sözün qoşa nöqtəsi. Bundan başqa, dedik ki, aydınlaşdırma əlaqəli cümlələrdə də var. Məsələn, tərəflər razılığa gəldilər, qoşa nöqtə, sülh danışıqları davam etdiriləcək. Razılığın məzmununu ikinci cümlədə açır. Və burada bir yəni bağlayıcısını da düşünə bilirsiniz. Yəni, sülh danışıqları davam etdiriləcək. Və yaxud da hər yer, yəni dağ, dərə, meşə. Fikir verirsə, qoşa nöqtənin olduğu yerlərə yəni bağlayıcısını qoya bilirik. Bundan başqa, qoşa nöqtə qoyula bilir bir də. Rəsmi işgüzar sənədlərdə sonda imza adlanan hissə olur. İmzada qoşa nöqtə, imza, tarix və bu hissələrdə də qoşa nöqtədən istifadə edə bilirik. Belə. Sonra keçək çox nöqtəyə. Bayaq qeyd etdik ki, çox nöqtə statlarda istifadə olunur. Statların əvvəlini və ya sonunun ixtisar olunduğunu bildirmək üçün çox nöqtədən istifadə edirik. Yəni, fikrin bitmədiyi deməkdir. Bu demək deyil ki, təkcə statlarda ola bilər. Çox nöqtə ola bilər, öz fikirlərimizi də əgər yarımçıq qoyuruqsa, bu da çox nöqtə ilə verilə bilər. Bundan başqa yenə bir istifadə halı var. Məsələn, dialoqlarda, dram əsərlərində hansısa bir obrazın sustuğunu bildirmək üçün də 3 nöqtə qoya bilərlər. Misal üçün, iki obraz söhbət eləyir, biri digərinə fikir bildirir, o birisinin deyəcək sözü yoxdursa, susursa, onda 3 nöqtə qoyulacaq. Bu halları da unutmayaq. Belə, bundan sonra vergülə baxaq. Azərbaycan dilində ümumiyyətlə vergül işarəsindən çox istifadə olunur Azərbaycan dilindəki yazılarda. Nədir vergül? Vergül ayrıcı funksiya daşıyan sözləri və cümlələri də bəzən bir-birindən ayırmağa xidmət edən durğu işarəsidir. Vergül nə deməkdir? Ümumiyyətlə fransız sözüdür və hissə deməkdir. Nəyinsə qolu budağı hissəsi deməkdir. Yaxşı, vergüldən istifadə oluna bilər həmcins üzvlərdə. Bir neçə həmcins üzv varsa 2 və daha çox, burada vergüldən istifadə oluna bilər. Bundan başqa, tabesizlik və tabelik bağlayıcılarında və istisna olmaqla digər bağlayıcılarda vergüldən istifadə oluna bilər. Bəzilərinin əvvəlində, bəzilərinin sonunda, bəzilərində isə hər iki tərəfdə vergüldən istifadə oluna bilir. Bağlayıcılarda ola bilir dedik. Bundan başqa, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında necə ki qoşa nöqtə qoyulur, necə ki nöqtəli vergül qoyulur, bir neçə sadalanan cümlə olarsa, onların arasında vergül də qoyula bilər. Misal üçün, baxın, gözəl bir yay günü idi. Birinci cümlə nöqtəli vergül. Çəmənlər yaşıl donlu giymiş, ağaclar çiçək açmışdı. İkinci və üçüncü cümlələr arasında vergüldən istifadə olunub. Birinci cümlə daha ümumi xarakter daşıyır, 2 ilə 3 onu açır. Və bunlar arasında vergül ona görə var. Amma nöqtəli vergül burada bir aydınlaşdırmaya ehtiyac olduğunu göstərir. Bundan başqa, nə deyə bilərik vergülün istifadəsi ilə bağlı? Ki bağlayıcısında bildiyimiz kimi hər zaman vergüldən istifadə olunur. Əgər bağlayıcıdırsa hər zaman vergülü var. Ədat olarsa vergül qoyulmur. Amma qoyulduğu istisna hallar da var ki, bağlayıcının vergülü olmayacaq o. O cümlədə ola bilər ki, bir neçə cümlə sadalansın və sadə cümlənin sonunda gələn sual ədatı olan ki, ədatı ki var, həmin o kinin vergülü ola bilər. Bəzən sual məzmunu yox, qüvvətlendirici ədat məzmunu da daşıya bilər. Misal üçün deyirəm ki, sən bunu bilmirdin ki, sənə məlumat verməmişdilər ki, və bu cümlələrdə ki, baxmayaraq ki, iki cümlənin arasında gəlibdir, amma bağlayıcı funksiya daşımır. Ədatdır. Və yaxud da bilmir ki, bilmir, oxumur ki, oxumur. Bu hallarda da ki də vergül olacaq, amma bağlayıcı yox, ədat olacaq. Bundan sonra feilin şəkillərindən olan şərt şəkli və yaxud da isə hissəciyi ilə olan xəbərlər ki var, onlardan da dərhal sonra vergül qoyulur.
və yaxud da sa da, sa belə formasında olarsa, da belə ədadlarından sonra vergül qoyulacaqdır. Sonra modal sözlərdə vergüldən istifadə oluna bilir deyirik. Xüsusiləşmiş üzvlərdə vergüldən istifadə oluna bilir. Xüsusiləşmiş üzvlər nədir? Ümumiyyətlə, tamamlıqlar, zərfliklər ən çox hallarda xüsusiləşir. Bunlar daha çox qoşmalarla işləndikdə çox hallarda xüsusiləşmə baş verir. Yəni, intonasiya baxımından digər cümlə üzvlərindən fərqlənir. Xüsusi intonasiya ilə tələffüz olunur deyə orada vergüldən istifadə oluna bilir. Belə. Demək, vergüldə bunu dedik. Bir də əvəzliklərdə vergül məsələsi var. Gəlin ona da baxaq. Əvəzliklərdə vergül nədir? O, bu əvəzliklərini keçəndə demişik ki, o, bu əvəzlikləri cümlədə ismi əvəz edərsə, yəni mübtəda rolunda olarsa, özündən sonra isim, sifət, say və zərf gələndə vergül qoyulur. Amma nə vaxt qoyulmur? İsim, sifət, say, zərf gələrsə qoyulur. Bir də köməkçi nitq hissələrindən modal söz nida gələrsə də qoyulur. Bəli. Amma nə vaxt qoyulmaz? Əvəzlik gəlsə, feil gəlsə, bir də qoşma, bağlayıcı ədat gəlsə, demək vergül qoyulmayacaq. Belə, modal sözlərin hər iki tərəfində vergül qoyulur. Bunun o, bu əvəzliyinə aidiyyatı yoxdur. Yəni, əvəzliyin vergülü deyil, modal sözün vergülüdür. Və yaxud da təsdiq inkar ədatları işlənərsə cümlədə, ortada olarsa hər iki tərəfində və əvvəldə sonda olarsa müvafiq yerində vergül qoyulacaq. Bundan başqa nidalar cümlədə iştirak eləyərsə, nidalarda da modal söz kimi vergüllərdən istifadə olunur. Amma modal sözdən fərqli olaraq nidalarda vergül yox, xüsusi hissəyəcan olanda nida işarəsi də qoyula bilər. Belə. Demək, mötərizə nədir? Mötərizə hansısa bir fikri, ifadəni tamamlayan sözlər və ya cümlələri artırdığımız zaman hər iki tərəfində qoyduğumuz durğu işarəsidir. Bu daha çox oxşuyur əlavələrə. Burada artırılan cümlə və ya ifadələr əlavələrə oxşuyur. Gəlin baxaq. Məsələn, Qarabağ Ağdam klubu qalib gəldi. Burada əlavə izaha ehtiyac var deyə bu əlavə izahı mötərizə daxilində verib müəllif. Amma biz bunu mötərizədə vermədən tire ilə versəydik, bu nəyə çevrilərdi? Qarabağ Ağdam klubu. Mötərizə yox, tire qoyulsaydı. Həmçin sözü. Həmçin sözü. Həmçin sözüdə tire qoyulmur ki. Yaxşı düşünün. Əlavələr. Bəli, əlavə. Həmçin sözlərdə ümumiləşdirici sözdə demək istədiniz bəlkə də. Amma ümumiləşdirici sözdə tire o vaxt qoyular ki, ümumiləşdirici söz həmçin sözlərdən sonra gəlsin və həmçin sözlərdə ən azı 2 dənə üzv bir-biri ilə bərabər hüquqlu olmalıdır. Burada elə bir şey yoxdur gördüyünüz cümlədə. Bir dənə cümlə üzvüdür mübtəda Qarabağ. Onu izah eləyir Ağdam klubu. Yəni Ağdam klubu Qarabağdır. Bu bunu izah eləyir. Tire qoyulsaydı əlavə olardı. Mötərizələrdən istifadə olunubdur deyə demək mötərizə daxilində verilmiş cümlədir bu. İfadədir bu. Cümlə olmaya da bilər, ifadədir. Ümumiyyətlə, yəni əlavə deyil, sözümün canı budur. Bundan başqa mötərizə istifadə oluna bilər remarkalarda. Dram məsələlərində yəqin ki görmüsünüz dram əsəri oxuyanda əvvəlində hansısa bir təsviri vermək üçün müəllif, məsələn, deyək ki, hadisələrin harda, nə zaman, necə baş verdiyini təsvir etmək üçün, obrazları nə etdiyini, xüsusiyyətlərini göstərmək üçün remarkalardan istifadə olunur. Remarka dram məsələlərinin müəllif nitqidir. Burada istifadə oluna bilir və bu remarkalar əsərin əvvəlində gələrsə, orada mötərizə daxilində verilmir. Amma dialoqlarda obrazların nitqindən sonra verilirsə, o zaman mötərizə içində veriləcək. Misal üçün deyək ki, Hüseyn Cavidin İblis əsərində İblisin tutaq ki monoloqu var, söylüyür. Sonra da müəllif əgər mötərizədə yazsa ki, qəhqəhə çəkərək güldü və yaxud da oradan uzaqlaşdı. Bu ifadələr artıq nə olacaq? Remarka olacaq. Çünki bunu səhnədə canlandıranda, tamaşaya qoyanda bu hissələr səsləndirilmir. Obraz nitqi deyil. Sadəcə olaraq həmin o hərəkəti, obrazın hərəkətini və yaxud davranışını, hansısa bir fikirləri bizi çatdırmaq, oxucuya çatdırmaq məqsədi daşıyır. Deməli, bu zamanda remarkadan istifadə oluna bilir. Statlarda necə ki dedik, dırnaqlardan, 3 nöqtədən istifadə oluna bilir. Ondan sonra həmin o statın götürüldüyü mənbəni, müəllifin adını, əsərini qeyd eləmək üçün mötərizələrdən istifadə edirik.
sitatın sonunda bundan istifadə oluna bilir. Və yaxud da ədəbiyyatdan əsər oxuyanda, daha doğrusu sənətkarın həyatını oxuyanda, yaradıcılığını oxuyanda, məsələn, Nizami Gəncəvi yazılır ki, Nizami Gəncəvi Mötərizədə 1141-1209. Orada da mötərizədən istifadə olunur. Yəni, hansısa bir sənətkarın, şəxsin anadan olduğu, vəfat etdiyi illəri tire ilə göstərəndə arasında da, daha doğrusu kənarlarında da mötərizələrdən istifadə olunur. Və yaxud da hər hansı bir şəxs və ya əşya haqqında əlavə məlumat verəndə, bu bayaq dediyimiz cümlə də buna oxşar idi. Qarabağ, Ağdam klubu qalib gəldi. Burada da rübai mötərizədə dördlük klassik janrlardan biridir. Bu dördlük sözü rübai sözünü izah eləyir. Aydınlaşdırma xidməti daşıyır, burada funksiyası daşıyır. Ona görə burada da mötərizələrdən istifadə olunur. Nida nədir? Nida cümlələrinin sonunda qoyulan durğu işarəsidir. Buna aid əlavə fikrə ehtiyac yoxdur. Sadəcə nida cümlələrinin sonunda və yaxud da cümlənin ortasında nitq hissəsi olaraq nida gələrsə, o nidadan sonra da gələ bilər. Yəni, istifadə olunduğu yer nida cümlələridir, başqa bir yer deyil. Belə, nidalar harda qoyula bilər? Hiss həyəcanla ifadə olunan xitablarda, nidalarda, nitq hissəsi olaraq nidalardan sonra, bəzi təsdiq, inkar bildirən ədatlardan sonra da nida qoyula bilər. Sual işarəsi nədir? Sual cümlələrinin sonunda istifadə olunan və sual intonasiyası yaratmağa xidmət edən durğu işarəsidir. Və salam. Bu qədər. Sonra dırnaq işarələri var. Dırnaq nə üçündür? Vasitəsiz nitqi müəllif sözlərindən fərqləndirmək üçün, statları digər nitqdən fərqləndirmək üçün və yaxud da mürəkkəb adların əsas hissəsini digər ifadələrdən, sözlərdən fərqləndirmək üçün, hansı ki mürəkkəb adlarda deyək ki, kafe, restoran adları və yaxud da bədii əsər, opera, balet, teatr adları və yaxud da orden, medal adları dırnaqda verilir. Çünki onlara verilən xüsusi adlar olduğu üçün fərqləndirmə məqsədi ilə dırnaqdan istifadə olunur. Sonra nöqtəli vergül nədir? Nöqtəli vergül həm nöqtə, həm də vergülə bənzəyir bu cəhətdən. Onların ikisinin aralığında bir mövqe tutur. Nöqtədən daha az fasilə, vergüldən daha çox fasilə tələb edən durğu işarəsidir. Cümlələr arasında və yaxud da sadalanan ifadələr arasında istifadə oluna bilir. Misal üçün nümunəyə gəlin baxaq. O yollara baxdı. Yolda heç nə görünmürdü, ətraf qaranlıq idi. Deməli, 3 dənə cümlə var. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Burada nöqtəli vergüldən istifadə olunub birinci cümlənin sonunda ki, növbəti cümlələr bunu izah edəcək, bunu bizə çatdırır. O yollara baxdı və baş verənləri bizə izah edir növbəti cümlələrdə. Yolda heç nə görünmürdü, ətraf qaranlıq idi. Belə. Bundan başqa, necə ki vergüllər həmcins üzvləri sadalayanda istifadə elədiyimiz durğu işarələridir. Bir də gəlin bura baxaq. Nöqtəli vergül isə həmcins üzvləri qrup-qrup sadalayanda istifadə olunur. Misal üçün, deyək ki, cümlədə sadalanan bir neçə dənə həmcins üzv var və onlar bir neçə qrupda qruplaşan əşyalar, anlayışlardır. Birinci qrupu ifadə edəndə öz aralarında vergül qoysaq da, onun sonunda nöqtəli vergül qoyuruq. Və yaxud da ikinci qrupu sadalayanda vergüllərlə sadaladıq, o ikinci qrup bitəndə sonunda nöqtəli vergül qoyuruq. Misal üçün, mübtəda, xəbər, baş üzvlər. Və mübtəda ilə xəbər bir qrup həmcins üzv idi də, düzdürmü? Baş üzvləri ifadə edirdi. Və bu cümlədə baş üzvlər dedik, nöqtəli vergül qoyduq. Tamamlıq, təyin, zərflik isə ikinci dərəcəli üzvlərdir. Çünki ikinci tərəfdə cümlənin bu yarısında. Artıq biz burada həmcins üzvlərin ikinci qrupunu sadalayırıq. Bu sadalanan birinci qrup həmcins üzvləri idi, digər isə ikinci qrup həmcins üzvlərdir. Ona görə də bunların arasında nöqtəli vergüldən istifadə olunur. Misal üçün, başqa bir cümlədə qura bilərik. Deyə bilərik ki, Fatimə, Fidan, Günay 9-cu sinifdə nöqtəli vergül qoyduq. Məsələn, Əli, Adil, Vəli 11-ci sinifdə oxuyurlar. Bu sadalananlar birinci qrupu təşkil elədi, nöqtəli vergül. Digər sadalananlar ikinci qrupu təşkil elədi. Burada bunlar arasında ayrıcı funksiya daşımaq üçün nöqtəli vergüldən istifadə edirik. Belə, mövzunun izahı bu qədər. Videonu sona qədər izlədinizsə, hər birinizə təşəkkür edirəm. Faydalı oldusa, inşallah imtahanda uğurla istifadə edərsiniz və yaxşı nəticə toplayarsınız. Sağ olun, növbəti videolarda görüşərik.